Əziz tədbir iştirakçıları, çox hörmətli şəhid anaları, şəhid ataları, tələbələrimiz, rəsmi dövlət işçiləri, hər birinizi salamlayırıq. Artıq ənənəvi hal alıb ki, biz şəhidlərimizin unudulmaması üçün hər ay Mingəçevir Gənclər Evində silsilə tədbirlər keçirdirik və bu tədbirlərimiz məkanından, zamanından asılı olmayaraq bütün şəhidlərin xatirəsinə həsr olunur. İstər 20 yanvar olsun, istər 1-ci Qarabağ müharibəsi olsun, aprel döyüşləri olsun, atəşkəs dövrünün şəhidləri olsun, itkin olan, məzarı olmayan, həmçinin 44 günlük müharibə zamanı antiterror şəhidləri fərq eləmədən bütün şəhidlərimiz barəsində biz çəkilişlər eləyirik. Mingəçevirin igid qəhrəmanlarını az da olsa sizlərə tanıtdırmağa çalışırıq. Bugünkü tədbirimizdə Mingəçevirin 1994-cü il may şəhidləri və 44 günlük müharibə zamanı şəhid olan Tərxan Qurbanovun həyatına həsr edilib. Əvvəlcə xahiş edirəm ki, ayağa qalxıb və şəhidlərimizi bir dəqiqə sükutla yad edək. Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Əvvəlcə qonaqlarımızı salamlamaq üçün Mingəçevir Gənclər Evinin rəsmisi Humay müəlliməyə söz vermək istəyirik. Əziz analar, dəyərli qonaqlar, əziz gənclər. Cavid müəllim dediyi kimi artıq neçə illərdir ki, biz gəlirik Gənclər Evinə ki, ölməz qəhrəmanlarımızı yad edək. Bu tədbirlərimiz digər tədbirlərdən ona görə seçilir ki, həqiqətən burada bizim üçün müqəddəs, dəyərli, əziz olan qardaşlarımızı yad edirik və əziz analar, mən sizin hər birinizə səbir arzu edirəm, şəhidlərimizin ruhu şad olsun və arzu edirəm ki, gənclərimiz bizdən sonra şəhidlərimizi unutmasınlar, onları həmişə yad eləsinlər. Təkcə xüsusi günlərdə yox, arzu eləyərdim ki, gənclərimiz onları heç bir zaman unutmasın. Hər bir gəncin borcudur ki, şəhid ailələrini ziyarət etsinlər, onların əziz xatirəsini yad etsinlər. Çox sağ olun, təşəkkür edirəm.
Mən əvvəldə bəzi çıxışları vermək istəyirəm. O cümlədən Mingəçevir İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Polkovnik Leytenant Seymur müəllimə əvvəldə söz vermək istəyirəm. Salam, hər vaxtınız xeyir olsun. Dəyərli şəhid ailələri, hörmətli tədbir iştirakçıları. Bəli, qeyd olunduğu kimi biz Şəhər İcra Hakimiyyəti aparatının Vətən Müharibəsi İştirakçıları şəhid ailələri ilə işin təşkil şöbəsi olaraq biz də bu layihədə yaxından artıq iştirak edirik. Bu yaxınlarda səhvlərimizə 4-cü ili olacaq, yoxsa? Bəli, 4-cü ili tamam olacaq. Və elə bu layihə əsasında da biz də eyni zamanda şəhidlərimizi, onların ailə üzvlərini yaxından tanımağa çalışırıq. Onları xatirələrini, əziz xatirələrini onlarla birlikdə anırıq. Və bu günlərimdə barələrində danışılacaq şəhidlərimizin keçdiyi döyüş yolu barəsində filmə baxacağıq, onları daha yaxından tanımağa çalışacağıq. Yəni, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarında qeyd edir ki, Azərbaycan öz torpaqlarını qəhrəman şəhidlərinin və zabit əskərlərinin sayəsində işğaldan azad etdi. Bugün həmin torpaqlarda Azərbaycanın üç rəngli bayrağı dalğalanır. Həqiqətən də istər 1-ci Qarabağ müharibəsi dönəmində, istərsə də Vətən müharibəsi və sonraki dönəmdə baş verən müharibə və əməliyyatlar sübut etdi ki, bəli, torpaqlarımız məhz Azərbaycan əskərinin sayəsində, qəhrəman Azərbaycan evladlarının, oğullarının sayəsində azad olundu. Mən uzun müddət hərbidə xidmət etmiş bir zabit kimi qeyd edə bilərəm ki, xidmət etdiyim dövrdə əsasən vəzifəm məhz əskərlərlə birlikdə, yəni onların komandiri, onlarla birbaşa bilavasitə və birbaşa onların komandiri olmuşam. Ona görə Azərbaycan əskərinin mərdliyini, cəsurluğunu, dözümlülüyünü öz gözlərimlə görmüşəm. Hətta deyim ki, digər dövlətlərdən Azərbaycana ezam olunan, təlimlərdə bizlərlə bir yerdə iştirak edənlər, onların dilindən eşitmişəm ki, onlar deyiblər ki, Azərbaycan əskəri kimi dözümlü əskər, ikinci bir əskər yoxdur. Çünki Azərbaycan əskəri nəyinsə, belə deyək, müqabilində xidmət eləmir. Torpağını qorumur, o döyüş növbəsini aparmır. O, məhz, belə deyək də, vətənini, torpağını qorumaq, vətəni uğrunda yaxşı xidmət edir. Digər dövlətlərdə birisi ki, pul hesabına, belə deyək də, o muzlu əskər mi deyim, nə isə, pul verirlər ki, xidmət eləsin. Və yaxud da pulla kimsə xidmət edir, kimsə xidmət etmir. Bu söhbətdir. Amma bizdə, Azərbaycanda o yoxdur və ona görə də Azərbaycan əskəri heç nəyə baxmayaraq xidmət edir və layiqincə xidmət edir. Ona görə də bugün bizim azad, firavan yaşamağımıza görə biz həqiqətən şəhidlərimizə və müharibədə iştirak edərək öz sağlamlığını itirən qazilərimizə, əlillərimizə, eyni zamanda da o müharibədə iştirak edən veteranlarımıza borcluyuq. Onları daim, belə deyək, adlarını uca tutmalıyıq, onları heç vaxt yaddan çıxartmamalıyıq, öz hörmətimizi həmişə göstərməliyik. Mən eyni zamanda şəhidlərimizin ailə üzvlərinə üzümü tutub demək istəyirəm ki, sizlər də sağ olun. Yəni, həqiqətən sizin yetişdirdiyiniz oğullar bu günlərin bu torpaqları azad etdilər. Ona görə sizlərdən aldıqları tərbiyənin sayəsində baxmadılar ki, geridə mənim tək anam qalıb, geridə mənim körpə yaşlı evladım var. Yəni, bunlara baxmadan o döyüşlərdə iştirak etdilər və canlarını vətən uğrunda, qanlarını vətən uğrunda tökdülər. Ruhları şad olsun, hər birinin ruhu qarşısında baş əyirik və sizə də ehtiramımızı bildiririk. Sağ olun. Bizim bir məzarın başında layihəsinin müsabiqəsi də bilirsiniz keçirilir. Bu filmlərlə bağlı biz suallar veririk tələbələrə. Onlar da bu tədbirimizdə tərtib olunacaqlar. Ona görə mən bəzi çıxışları qabağa salıram ki, yəni çox da filmdən sonra vaxtımız getməsin. Mingəçevir Şəhid Alilərin Müdafiə Cəmiyyətinin sədri, şəhidimiz Elçin Əsənovun anası İrani xanımı söz vermək istəyirik. Çox hörmətli analar, əziz atalar,
Mən sizin hamınıza birinci olaraq deyirəm, Allah hamınıza səbir versin. Hamımıza Allah Taala səbir versin. İkinci, sizin hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Əgər icazə versəniz, siz şəhid anaları, şəhid ataları kısaca da olsa sizə öz tərcümeyi halımı deyərdim. Bu niyə görə? Çünki bilirsiniz, artıq sizlə bir ay yarım olar da, 2 aydır 22 sentyabrdan sizlərlə bir yerdəyəm. Və mən çox danışmaq istəməyəcəm, amma belə demək istəyirəm ki, yəni haqla, haqqın ayağına vermək, haqsızlığın ayağına vermək olmaz. Haqsızlığı da haqqın ayağına. Haqq Allahdadır. Və mən istəyirəm ki, hər bir insanın ürəyində, vicdanında, özündə bir haqq deyilən bir şey olsun. Biləsiniz ki, əzizlərim, mən Sovet devrində institut qutarmışam, 2 ali təhsilim var. Eyni zamanda zavoda gəlmişəm, izolit zavoduna. Orada staj injiner texnoloq vəzifəsində işləmişəm. Və bir naçalnik seximiz var idi, yaşlı olubdu. O həmişə xəstə olub İraqimizdən və İO olaraq, yəni müvəqqəti olaraq onu işinə aparmışam. Ondan sonra gəlindi 10 il Afabajyonla partkom, yəni partkom işləmişəm. Partiyada burada çoxları bilirlər. Yəni o vaxt qarkom olubdu. İndi icra başçısı da o vaxt qarkomuydu. Qarkomun sayəsində büronun üzvü olmuşam. Niyə? Çünki o vaxt Rus dilini bilənlər çox az idi bizim qadınlardan. Deyərdim ki, izolit zavodunda cəmi 4 Azərbaycanlı qadını var idi ki, Rus dilində institut, məktəbi qutaran. Onun biri də mən idim. Və sonra bu hökumət dağılandan sonra keçdik bu demokratik olan ölkəmizin vaxtına. O devirdə də mən icra hakimiyyətində siyasi şöbənin mavini olmuşam. Müdürü və icra hakimiyyətindən müdür eyni zamanda mavin olur. Belə vəzifədə. Sonra orada işləyəndən sonra məlumqız olsun ki, 10 il OPTİN müdürü. Ondan sonra neçə il mətbuatın müdürü, 15 ildə bələdiyyədə hüquq daimi komissiyasının sədri olmuşam. O imkanları demirəm. İmkan onu verən Allahdır, alan da Allahdır. Hər devrin bir vaxtı var. 94-cü ildən mən bu cəmiyyəti yaratmışam. Şəxsən bunu özüm yaratmışam. Şəhid ailərimizin sayəsində. Və bizim şəhid ailələri 32 ildir. Sizlərin Allah balalarınıza rəhmət eləsin. Gələn vaxtına kimi bizim şəhid ailələri həddindən artıq çox imkansız bir vəziyyətdə yaşayırlar. Niyə? Özünüz Allah'a şükür bilirsiniz ki, o devirdə xaos idi. O devirdə Azərbaycan bəzi qara qüvvələrin əlində idi. Bildiyiniz kimi savadsız, o könüllərinə xanlıq keçən, bəylik keçən insanların əlində idi. Vallahi inanın Allah'a ki, şəhidi gətirirdilər. Qapıya qoyub, heç yanında bir-iki əskər də olmurdu ki, onu yeyə durub bir qapısına aparıb içəri qoysunlar. Elə bir devirdə olmuşuq. Amma çox şükürlər ki, deyir atalar sözdür, deyir hər qaranlıq gecənin bir işıqlı günü olur. Və bizim də üzümüzə işıqlı gün oldu ki, Heydər Əliyev rəhmətli insanların, bax bu gözəl xalqımızın, yəni hər birimiz Azərbaycan xalqının nümayəndəsi düzgünü seçib, biz müraciət elədik Heydər Əliyev cənablarına. Və Heydər Əliyev xalqın istədiyi ilə, təqidi ilə gəlib. Bugün Azərbaycanı bildiyiniz kimi iqtisadiyyatda yavaş-yavaş düzəldi, insanların rifahı düzəldi, yavaş-yavaş bir şəhid ailələrinə ondan sonra qiymət verildi. Biz heç 4 il, 5 il biz bilmirdik ki, bizim adımız, familiyamız nədir? Bax, elə bir devirdə olub. İndi Allah'a min şükürlər olsun ki, İlham Əliyev cənablarının sayəsində 30 il, bax bunu mən hər dəfə deyirəm, hər bir ananın, o xalqı hələ bir yana qoyaq. Şəxsən biz Mingəçevirin 322 anası, hamımız gecə gündüz əlimiz göydə idi ki, ayalı o torpaqlara gedərdik. Gedib oranı ziyarət eləyəydik. Hər bir, bax mənim hədəfə ağlayırdım, danışa bilmirdim ki, ya Rəbbim, görün mənim oğlum mənimi çağırdı, yoxsa Allahını mı çağırdı? Biz bugün imamları heç tanımırıq da, görməmişik də, bilmirik də, əsrlərlə gələni deyir ki, sus ölən Həsən var, sus ölən Hüseyin var. Deyib və özümüzü, necə deyirlər, sinəmizi dizimizə vurub onu ağlayırıq. Bax, həmin o imamlar bizim balalarımız olubdu. Bugün də bizim balalardır, şəhidlərimizdir. 1-ci Qarabağda 5 il, hərən 3 nəfərin bir avtomatı var idi. 30 il, o 5 il erməninin qabağına çıxdı. O torpaqları saxladı. Əgər Heydər Əliyev gəlməsəydi,
5 il o oğlanlar olmasaydı bugün heç Azərbaycan yox idi. Bunu gəlin tarixi unutmayalım. Tarix belə gəlirdi. İndi o devir getdi. Çox şükür. O bəxt dediyim kimi o qaranlıq gecənin bir işığı oldu ki, İlham Əliyev cənabları gəldi. Və 30 il hamı deyirdi ki, o torpaqlar nə vaxt olacaq? Biz gedib orada nə bilim xeyir iş eləyəcəyik, oxuyacaq, gedəcəyik, dolanacağıq. O insanlar bilsən niyə? Çünki o insanlar bilmirdi ki, o torpaqda minlərlə, 30 mindən, 40 mindən oğlanların qanı axıbdı. Hamı gəzmək axtarırdı. Amma İlham Əliyev cənabları, o hamı dediyi kimi, deyir, nəyi nə vaxt mən bilirəm. Görürsün ki, doğrudan da güclü nizam insanla orta yaratdı. Yəni bu kişi qardaşlarım, balalarım çoxu mənə oğul düşür, çoxu qardaş düşür. Onlar kişidirlər, onlar yaxşı bilir ki, nizam insanlı ordu nə deməkdir? Güclü texnika nə deməkdir? Və xalqın birliyi nə deməkdir? Və beləliklə İlham Əliyev cənabları qərar verdi, sərəncam verdi, müharibə elan olundu. Və müharibədə elə olmadı. 5 il, 6 il çəkmədi, 44 gün. 44 gün nədir? Heç uşağın 40-ı haradasa 40 gün ilə bir balaca uşağın bir 40-ı çıxdı. Amma bu günlərin, bax burada oturan anaların, siz ataların, xətrinizə dəyməsin, hər bir atanın beli qırılır oğlu gedəndə. Siz ataların balalarını verdilər qabağa. Onların hər biri qəhrəman olur, qəhrəmancasına şəhid olur. Niyə mən həmişə deyirəm ki, bu günlərin valla, bax elə bizim hamımızda fərqi nədir? Ya 30 il bundan qabaq, ya bugün bundan qabaq, ya aprel döyüşləri, birinci qələbəni aprel döyüşləri bayrağı qaldırdı. Kəndində yanaşı, o kənddə. Halbuki o, bax burada olan o 3500 anaların balaları qanı axı. Mənə başa düşə bilmirəm ki, oradan çıxan göymü, nə bilim, gülmü, o necə çıxır? Onların hamısı rəngi elə gəlir ki, qırmızı çıxır. Və ora bu analar gedirlər, mən onu hiss eləyirəm ki, o analar ayaqlarını qoymağa da ehtiyat eləyirlər ki, onların balalarının qanı orada axırdı. Necə ki, 90-cı ildə, 20 yanvarda qan su yerinə axdı. Necə ki, qırmızı qərənfilləri ora düzdülər, ora neçə vaxtlarla bağlı qaldı. Bax, sizin balalarınız da elə. Bizim balalarımız belə, yəni fərqi yoxdur, sənin, bizim. Mən anayam. Niyə hər bir anayla danışanda özünüz Allah şahidisiz? Mən onu sakitliklə danışamıram. Ona görə ki, hər bir ananın göz yaşını görəndə mənim dərdim təzələnir. 30 ildə keçsə, 40 ildə keçsə, 50 ildə keçsə, bax bu dərdi siz oturan atalar, analar onu unutmayacaq. Çəkə-çəkə gedəcək, yaşlaşırca üstünə gələcəkdir. Və mən çox xahiş edirəm. Gəlin, hamımız birlikdə bir-birimizi dayağı olaq. Bir-birimizə bacı qardaşı olaq, ana bala olaq. Haqqı naxağın ayağına verməyək. Görülən işə heç zaman ona kölgə salmayaq. Bugün kimsə bir yaxşı iş görürsə, istəyir şəhərimizdə, istəyir harada ona qiymət verək, onu dəstəkləyək. Çünki özünüz də görürsünüz ki, artıq ermənilər ayaq açırlar. Yaxşı, biz anaların qarşısında o erməni ilə, bax mən, elə sən, elə də o birisi, necə bir kabinetdə, bir yerdə, bir bazara girəcəyik? Ona görə də biz sadə insanlar, ay sizə qurban olun, biz sadə insanlar bir-birimizi dəstəkləyək, bir-birimizin arxasında dayanıq, bir-birimizin dərdinə şərik olaq. Vallah o qıraqdan gələn, mən görürəm, o neçə gündür. O qıraqdan gələn ancaq orada video çişmək üçün, nə bilim, şəkilə çişmək üçün. Amma ana şəhid analarını görür. Birində üzü gülmür. O gün Reyhanənin oğlunun anım günündə mənə çox, bilirsiniz, nə qədər elə bir təsəlli tapdım ki, əsil analar idi. Gözü yaşlı analar idi. Çəkiliş xatirinə və yaxudsa o ananın, atanın xatirinə ora gəlməmişdilər. Sırf analar idi. Hamısı gözü yaşlı analar idi. Mən özüm bir sizdən yaşa böyük olaraq hər birinizə səbirlər diləyirəm. Hər birinizə xoş günlər qismət olsun. Hər birinizin yerdə qalan bir balanıza qız, oğul, fərqi yoxdur. Evlad, evladdır. Xoş günlər qismət eləsin. Və mən bir ana kimi həmişə deyirəm, bir qadın kimi, analı da qoymuram, bir qadın kimi, mən həmişə siz atalarla Allah haqqı fəxr edirəm. Bilirəm ki, səhər, İraq olsun, nəsə bir hadisə olanda siz kişilər vətən qeyrətli, belə necə deyərlər, ana bacı qeyrətli çəkən, yaşınızdan asılmadan siz qabağa gedəcəksiniz. Siz heç zaman sizdən törəyənlər, əgər bugün körpə uşaqlar canını qurban verirsə,
Sizlər onlardan qabaq gedərsiniz. Sizlər onlardan qabaq irəli durarsınız. Allah hamınıza can sağlığı versin. Xudavənd aləmin Allah. Və bugün Cavid, mən sənə bir ana kimi çox minnətdaram. Pünhan balama da, sənə də, İlhamə müəlliməyə xüsusilə minnətdaram ki, bu layihəni xanım yaratmışsınız. Yəni bu layihə heç bir zaman şəhidliyi unudulmayacaq. İçindən 5 ildə keçsə, 10 ildə keçsə, neçə ildə keçsə. Eyni zamanda Cavidin çəkdiyi o film deyim, bilmirəm, nə deyirsiniz ona? Sizin dilinlə. Vallahi Bakıdan gələnlərinkindən 1000 dəfə Cavid müəlliminin çəkdiyi daha qiymətli, daha yaxşıdır. Allah sizi böyük Allah sağlar sizə can sağlığı, cəmi xalqımıza can sağlığı, Xudavənd aləmin Allah. Ələxsiz bax bu ağır dərdli analara. Hamınıza Allahdan səbirlər diləyirəm. Çox sağ olun, minnətdaram. Allah can sağlığı versin, Allah qorusun, pənahında saxlasın. Təklif edirəm ki, inşallah əziz analar, filmimizə baxaq, inşallah yerdə qalan çıxışlar filmdən sonra olacaq. Telefonları səssiz alaq, çox xahiş edirəm. Bəli, buyurun. Bugünkü çəkilişimizdə biz Mingəçevirin 1994-cü il may şəhidləri və 44 günlük müharibə zamanı şəhid olan Tərxan Qurbanov zabit oğlunun həyatına həsr eləmişik. Hisslər yaşamamışam, atalıq, ata nədir bilməmişəm. Bu elə bir itkidir, elə bir ölümdür ki, ölənə qədər bütün nəsil, bütün kök fəxr eləməli olur. Biz ana bala öyle bir ki, ana bala sevgisi yok. Ya bizde olan sevgi tamamıyla başka sevgiyiz. Allah səbir versin, Allah inşallah dözüm versin inşallah. Bu müvəqqəti ayrılıqdır. Həqiqətən dünya imtihan dünyasıdır, müvəqqəti bir ayrılıqdır. Həmd olsun ki, alimləri yaradan Allahımız var və biz bilirik ki, gec-tez qovuşacaq inşallah sevdiklərimizlə. Arzumuz budur ki, onların Allah şəfaətini bizlərə nəsib eləsin və inşallah cənnətində bizləri ayırmasın. Mən əvvəlcə xüsusilə tələbələrin burada iştirakı üçün, yəni biz istəyirik gənclərimiz daha çox tanısınlar şəhidlərimizi və inşallah tərtib eləmədə olacaq. İlhamə müəlliməni dəvət eləmək istəyirəm. Mingəçevir Dövlət Universitetinin baş müəllimi, pedaqoq, psixoloq gəlsin, elə bir neçə tələbəni o tərtib edəcək. Sonra inşallah Fuadın anasını dəvət edəcəm. Çünki Fuadla bağlı kitabını da təqdim edəcəyik. Yəni ilk öncə şəhid ailələri başda olmaqla hörmətli tədbir iştirakçılarını salamlayıram. Qeyd edeyim ki, biz yəni son dövrlər yəqin ki, siz Şəhidlər Xiyabanında tez-tez bizim rəhbərimizi görürsünüz, yeni rektorumuzu görürsünüz. Anar Eminovun, yəni şəhid ailələrinə, şəhid tədbirlərinə xüsusi diqqəti var. Bugün də tələbələrinizi tərtib etmək üçün gəlməli idi, amma yəni Bakıya ezam olundu. Mən yəni şəhid mənim üçün başqa məzmun kəsb eləyir. Bəlkə də mənim taleyimdə müəyyən dərəcədə rol olduğuna görə şəhid mövzusu. Çünki mənim üzr istəyirəm çox aləm, yəni ilk şəhidlər kitabının müəllifidir. Yəni evimizdə həmişə şəhid mövzusu olur. Ona görə mən şəhidə həmişə dəyər vermişəm. 30 il bundan qabaq da ilk dəfə bəlkə də şəhərdə şəhid balalarına iş tədbirdə mən keçirmişəm. Şəhidlər kitabının təqdim olunan mükafatı da, fərqin son hesaplanan pulunu da mən şəhid fonduna keçirmişəm. İndiyə qədər bunu ağzıma almamışam, amma yəni demək istəyirəm. Bizim bir şəhid qonşumuz var, burada iştirak eləyir, tədbirlərində də iştirak eləmişsiniz. İkinci qonşumuz da yaxınlarda Elmira xanım köçdülər, Tərxan Gilin ailəsi. Mən həqiqətən çox məmnunam ki, belə bir ailələrlə
qonşuyuq. Həm mənəvi cəhətdən uşaqların tərbiyəsində bilirəm ki, elə bir qonşunun olmağı nə deməkdir. Mən uşaq o, məsələn, bulağın qarşısından gedir, o lövhənin qarşısından gedir. Keçən səfər deyirəm, salamlaşın şəhidlə. Şəhid sizə eşidir. Mən bilirəm ki, uşaqların tərbiyəsində nə qədər rol oynayır. Təkcə bundan yox, həm də mən bilirəm ki, Allah dərgahında şəhidin nə qədər hörməti var və o bina mühafizə olunur. Oradakı bir, yəni Quran əhli var, oradakı bir şəhid ailəsi var. Biz nə qədər bəlalardan hifz olunuruq. Mən filmə baxıram, yəni bunu Pünhan müəllimlə Cavid müəllim ərsəyə gətirib xüsusi qeyd etmək istəyirəm, təşəkkür eləmək istəyirəm. Təkcə ona görə yox ki, onlar bizim uşaqlardır. Həm də ona görə ki, həqiqətən bir kinonun ərsəyə gəlməsi üçün nə qədər vəsaitlər ayrılır, aktyorlar seçilir, nə. Canlı, yəni baş qəhrəman şəhid özüdür, şəhid ailəsidir. Orada qrimləyirlər bir adamın yaşlılıq dövrünü, yəni dərd, kədər insanı necə əyir. Burada heç bir qrimsiz o ailələr, o gənc analar necə birdən-birə yaşlanırlar. Necə birdən-birə. Yəni tam həyatı bir sənətli filmdir. Yəni bunun qiyməti yoxdur. Mənə elə gəlir ki, ən çox vəsait ayrılan, o kədəri, qəmi, nəyi ifadə edən, mənəvi, necə deyim, mənəvi cəhətdən yüksək kinolardan da yüksəkdir. Çünki burada şəhid obrazıdır. Bu şəhiddir, bu adi, sıradan bir insan deyil. Allahın ən böyük mükafatını verdiyi şəhiddir. Bir də mən o şəhid evladlarını dinlədim birinci kadrlarda. Görürsünüz, nə gözəl tərbiyə alıblar bunlar. Bunları elə şəhid mövzusu tərbiyə eləyib. Bunu qəhrəman atalar onların yanında olmasa da, o qəhrəman atalar tərbiyə eləyib. Onların keçdiyi yol tərbiyə eləyib. Mən bu günlərim şəhid bacı qardaşına baxdınız, onların çıxışına baxdınız. Elə bil ki, yəni Jalənin çıxışını dinlədim, elə bil ki, necə demək, bədii bir obraz yaratdı. Çox gözəl çıxış elədi. Yəni heç, mən deyərəm ki, uzun illər bədii ədəbiyyatla məşğul olan adamlar elə hisslərini aydın ifadə edə bilməzdilər ki, Jalə onu ifadə elər. Çünki onu canlı yaşayır. Biri var, kiminsə yaşadıqlarını təqdim eləyəsən. Bir də var, canlı Jalə onu, o hissi yaşayır və o yaşadığını da çox gözəl bədii ifadə ilə təqdim edir. Mən tələbələrə üzümü tuturam, bəzən məcbur eləmirəm, deyirəm, seçib görüm kim gələcək, kim dəyər verəcək. Bax, üzümü tuturam sizə, mən dəfələrlə sizə üzr istəyirəm, yəni danlaq kimi çıxmasın, yəni burada iştirak edənlər, dəyər verənlər. Bax, bunun üçün istəyirəm, mənəviyyatınız formalaşır. Harada formalaşır mədəniyyət insanın? O konsertlər verirlər. Üzr istəyirəm, yarıçılpaq müğənnilərdən formalaşacaq. Yoxsa bizim o Samirə Əşrəfdir, nədir? Çıxdı ortalığa. Mən, məsələn, onu millətim üçün təqdir hesab elədim o erməni müğənnisini onu qucaqlamağı, ən yüksək xal verməyini. Onlar formalaşdıracaq. Sizin mənəviyyatınız bu məclislərdə formalaşacaq. Mən ona görə sizi cəlb eləyirəm bu tədbirlərə. Bu məkanın seçilməyə də adi yer deyil bura. Bura gənclər evidir. Bura gənclər gəlməlidir. Çox sağ olun. Yəni, yaxşı ki varsınız. Yəni, çox sağ olun ki, yəni, belə tərbiyəli evladlar yetişdirmişsiniz. Yəni, bizim sizin qarşısınızda nə qədər eləsək də borcunuzdan çıxa bilmərik. Bu layihənin rəhbərləri də Cavid müəllim, Pünhan müəllim də haqlarına girə bilmərəm. Sadəcə biz dəstək olmağa çalışmışıq həmişə. Tərəfəməyin müəllim. Bura gəlin, siz bura keçin. Tələbələr çox idi, yazanlar. Yəni, Mingəçevir Dövlət Universitetinin tələbələri bu yarışda iştirak elədilər, belə deyək. Müsabiqə ilə də bağlı həm 1-ci Qarabağ, həmçinin 2-ci Qarabağ, yəni bizim çəkdiyimiz, belə deyək də, şəhidlər barəsində suallar verilir ki, o YouTube-da da itib batmasın. Çünki gələn fərqli tələbələr gəlir, hər dəfə tələbələr də təzələnir. Ona görə də yəni onlar da izlənilsin o. Mən cavabları yoxlayanda bir şeyin şahidini oldum ki, həqiqətən tələbələr çox diqqətlə izləyiblər. Sualları, yəni xüsusilə 1-ci və 2-ci, 3-cü yerin tələbələrinə 4-5-ə də 5 yer elədim. O qədər yaxşı cavablar yazmışlar ki, əslində 3 yer nəzərdə tutmuşduq, sonra 5 elədik. Mən istəyirəm, qısa da olsa bu sualları oxuyum, həm o şəhidlər haqqında yad olunsun, həmçinin də yəni elə cavablar da bilinsin. Elə bil ki, 15 sual 1-ci müsabiqədən seçilmişdi. Mingəçevir Şəhidlər Xiyabanında rəmzi şəklə həkk olunan 1992-ci il şəhidi Arif Ramazanov İsmaili rayonunun Hacatınlı kəndində doğulub.
1992-ci il Mingəçevir şəhəri Qəhrəman Davurişin əmisi Şükür Dairişov da 1993-cü ildə şəhid olub. 1992-ci il Mingəçevir şəhidi Elşan Rızayev Mingəçevir Politexnik Texnikumunun 3-cü kurs tələbəsi olduğu halda təhsilini yarımçıq qoyub torpağın müdafiəsinə gedib. Mingəçevir Şəhidlər Xiyabanında rəmzi məzarı olan Zahid Şirinov Fərrux Dağı yüksəkliyin müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşüb. Mingəçevir Şəhidlər Xiyabanında rəmzi məzarı olan Həsən Məmmədov Ağdam rayonunun Gülablı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşüb. 1992-ci il sentyabr-noyabr aylarında şəhid olan Rahil Ələkbirov və Bahəddin İsmailov xaloğlu idilər. Birinci Rahil Ələkbirov şəhid oldu, sonra da İsmailov Bahəddin. Yəni bunlar unudulmasın deyə biz bu şəhidlərimiz haqqında hərəsindən bir dənə sual salmışıq. Mingəçevir Şəhidlər Xiyabanında rəmzi məzarı olan şəhid Babək Sadıqov Yevlax rayonunun Salahlı kənd qəbirstanında dəfn edilmişdir. 1992-ci il Mingəçevir şəhidi Ramiz Mənsimov Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 1992-ci il Mingəçevir şəhidi İlqar Hümbətov Laçın istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. 1992-ci il Mingəçevir şəhidi Rəfi Zeynalov 19 yaşında şəhid olub. 1992-ci il Mingəçevir şəhidi Tahir Şamxalovu döyüş yoldaşları tankların hakimi adlandırırdılar. 1992-ci il Mingəçevir şəhəri Səfdər Hacıyevin şəhadətindən sonra dünyaya gələn oğluna elə şəhidin adı Səfdər adı qoyulub. 1992-ci il oktyabr ayında gedən döyüşlərdə Mingəçevir şəhidləri Sabir Şamilov və Rüstəm İsmailov itkin düşüblər. Mingəçevir Şəhidlər Xiyabanında rəmzi şəkli olan Valih Cəfərov Ağdaş rayonunun Kötavan kəndində dəfn olunub. 1992-ci il oktyabr ayında gedən döyüşlər zamanı Mingəçevir şəhidləri Sənani Şirinov və Ərzuman Şahbazov həmin ayın 13-də eyni gündə şəhidlik zirvəsini ucalıblar. Bu 15 sual 1-ci Qarabağ şəhidlərinə, 5 sual isə bizim digər şəhidlərimizə aiddir. Yəni 44 günlük müharibə zamanı. Kimin ki, yəni belə deyək, sualları yoxdur, gələn ayda da onlar haqqında suallar çıxarılacaq. 2020-ci il şəhidi Niyazi İskəndərov ayrı-ayrı vaxtlarda 3 dəfə yaralansa da yenə döyüşlərdə iştirak edib. Yəni sual vermişdi ki, Niyazi İskəndərov neçə dəfə yaralanıb ana? Yəni 3 dəfə xüsusi də, yəni müharibədir. 2015, 2016 və 2020-ci illərdir. 2020-ci il şəhidi Qəhrəman Nəsirov şəhid Nurlan Məmşovla yaxın dostu idi. 2020-ci il şəhidi Şahmar Seyidov Seyid Şahmərdanın nəslindəndir. 2020-ci il şəhidi Əli Əsədov atasının vəfatının 7-ci günündə döyüşlərə yollanıb. İmana buranı çəkmək istəsəz, Elmardan sual vermişik. ...2020-ci il şəhidi Elmar İbrahimov şəhid olmamışdan əvvəl özünə hazırladığı videoda özünün şəhid olacağını və Mingəçevirə ikinci Mübariz İbrahimov kimi şəhid gələcəyini bildirmişdi. Bu bizim cavablarımız idi. İndi isə qalibləri dəvət eləmək istəyirəm mən. İlhami müəllimə əvvəl təltif eləsin. Bir kitab da şəhidimiz Fuad Xankişiyev haqqında olacaq. Deməli, İlahə Hüseynova Bir Məzarın Başında layihəsinin 3 və 4-cü müsabiqə mərhələsində 5-ci yer tutduğuna görə təltif edilir. Əlçalıq tələbələr xüsusilə gəlsin. Nəsrəddin Tusinin Əxlaq-ı Nasiri kitabı haqqında məlumat. O müəllimə yanına keçin. Şəhid Fuadın haqqında da oxuyarsınız. Gözəl kitab. Bir dənə xatir çəkəcək. Təbrik edirik. Yox, siz elə təqdim edin. Sonra Fuadın Nasını çağıracağım. Tehranə Abdullayeva 4-cü yer. Keçin müəllimə yanına. Bu iki tələbəmiz ikinci kurs tələbələrdir, müəllimə. Hansı istiqamət? İkinci hasıdsa İbtidai müəllimlik ikinci. Bəli. Siz keçin indi şəhidimiz Fuadın anası Saqibət Xankişiyeva gəlsin inşallah. 3-cü yeri təqdim edək.
Keçin ana. Nihat Əhmədov Bir məzarın başında layihəsi 3-cü və 4-cü müsabiqə mərhələsində 3-cü yer tutduğuna görə tərtib edilir. Yox, siz qalibi də siz deyəsiniz. Emil Xəllov Bir məzarın başında layihəsi 3-cü və 4-cü müsabiqə mərhələsində 2-ci yer tutduğuna görə tərtib edilir. Bir dənə belə şəkil çəkdiyim sonra Fadilin də kitabı. Bu da 2-ci yer olduğunuza görə yaxşı qeydlər yazarsınız. Təbrik edirik. Leyla Əliyeva Bir məzarın başında layihəsi 3-cü və 4-cü müsabiqə mərhələsində 1-ci yer tutduğuna görə tərtib edilir. Sonra bu hədiyəni də verirsiniz. Tələbələr bir-bir o videoları izləyiblər. Cavabından da bəlli oldu ki, onları internetdə axtarmaq mümkün deyil. Yəni ancaq o gərək videoları izləyərlər ki, tabalar. Çox təşəkkür edirəm. Sözünüz varsa buyurun. İlk öncə üzr istəyirəm səsimə görə layihə təqdimatlı Cavid müəllimdən İlham müəllimə təşəkkür edirəm. Bu neçə ildir təşkilatda bu tədbir edirlər, şəhidlərimizi unutmurlar, yad edirlər. Sağ olsunlar. Allah sizə qüvvət versin. Var olasınız. Yəni, şəhidlərimiz aşağıya doğru gedirsiniz. Yəni, siz bir tarix eləyirsiniz da, yəni YouTube kanalına yerləşdirirsiniz bunu. Yəni, gələcək cavan nəsil bu YouTube kanalından istədiyi vaxtı şəhidlərimiz haqqında məlumat ala biləcəkdir. 1-ci Qarabağ, 2-ci Qarabağ, yəni heç bir şəhid ailələrini seçmədən. Yəni, bir də mənə maraqlı olanda girirəm sizin kanalınıza, axtarıram kiməsə ki, oturam, baxıram. O gün sinif yoldaşınızı da tapdıq, göstərdik, şəhid bacısıydı da. Hə, şəhid, sinif yoldaşımın qardaşı şəhid olmuş 94-cü ildə. Zahid Məmməd zəng edirdim ki, belə-belə də o həmin videonu göndərdi mənə. Yəni, təşəkkür edirəm. Bir də sizdən çox xahiş edirəm. Siz bilirsiniz ki, biz 3 şəhid anası ümrədə olmuşuq. Sabah şəhiddə xiyabanın yanında qadınlar üçün ehsan verəcəyik. Şəhid anaları çox xahiş edirəm. Hamınız orada görməsi, ümrədən gətirdiyimiz zəmzəm suyundan, ümrədən gətirdiyimiz xurmadan sizlər də daddırmanı istəyərik. Atalar da olacaq, onun adı bizdən sonra atalar da olacaqdır orada. Siz anaları, yəni şəhid ailələrini dəvət edəsiniz. Biz mən şəhid anaları, şəhid yoldaşları, şəhid bacıları, kim istəyir, qapımız açıqdır. Xiyabanın yanındakı mağarada hamımızı gözləyir. Burada əziz analar, bir dəqiqə səslə edim. Biz çəkiliş eləyərkən Nofər Kərimov var idi şəhidimiz. Onun ailəsinə əlaqə saxlaya bilməmişdik müəyyən səbəblərdən. Eldar əmi, şəhidimizin bacısı buradadır. Ona bir neçə kəlmə söz verək. Ya qızı, hansı çıxış eləmək istəsə, bir neçə kəlmə. Bütün analar, hamımızın şəhid balalarımızın ruhu şad olsun, Allah rəhmət eləsin. Mənim qardaşım Kərimov Nofər İzzətoğlu 1969-cu ildə anadan olmuşdu, sentyabrın 2-sini. 97-ci il mayın 4-ü şəhid olub. 94-də şəhid oldu.
Ağdərə uğrunda gedən döyüşlərdə şəhid oldu. Yəni özü rəhmətə gedib, o həmən yer alınanda qardaşımı bastırıblar Səngərdə. Çünki ermənilər gəlirmiş, geri çəkiliblər. 17 gündən sonra bir də o torpaqlar qayıdıb, qaydanda təzdən uşaqlar deyib ki, biz bura Yevlaxlı bir oğlan dəfn eləmişik Səngərə. 17 gündən sonra çıxardıq, yəni Tərtər məscidində. Bəli, olub, göndərmişlər. O da bir tarixdir ki, 17 gün. Bəli, 17 gündən sonra. Amma onu deyim ki, yəni ölən günündən anam hiss eləmişdi ki, qardaşım rəhmətə gedibdi. Çünki yəni bu bir şəhid olan gündən bilmişdi ki, qardaşım şəhid olub. Çünki anam deyirdi ki, yatdığım pəncərəni hər gün gəlib səhərə yaxın bir quş yəni döyürmüş, gedirmiş. Atam deyirdi ki, qorxma da, tapacaq, yəni heç nə olmayıbdır. Deyirdi, yox. Bilirəm ki, Nurfələ nəsə olubdur. Allah səbrinizi versin. Sağ olun, Allah sizdən razı olsun. Çox sağ olun ki, yad eləyirsiniz. Çox sağ olun. Allah köməyiniz olsun. Ehtiyat olun. Yavaş-yavaş yekunlaşdırırıq. Buradan qazimiz var Tovuzdan, Musa qardaşımız buradadır. Elbəy qardaşımız buradadır Tovuzdan. Gəlsinlər, elə hər ikiniz gəlin. Elbəy qardaş da Tovuz şəhid ailələrinin tədbirlərini təşkil edir. Elə bir neçə kəlmə də onlara söz verək. Ya Allah, salamlayıram bütün şəhid ailələrini, iştirakçıları. 5 dəqiqə səbr edin. Mən Əsgərov Musa Amiloğlu, 44 gün vətən müharibəsinin qazisi. Tovuz rayonundan gəlmişik bugün bura. Bütün şəhid ailələrini, iştirakçıları salamlayıram. Tovuz şəhid ailələri adından iştirak edirik. Allah hər birinizə səbir versin. Allah güc qüvvət versin. Allah sizin ömrünüzə bərəkət versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bismillah. Hər birinizi salamlayıram. Allah şəhidlərimizin ruhunu şad eləsin inşallah. Mən Tovuzdan gəlmişəm, Cavid müəllimin tələbəsi olmuşam. O dəvətindən gəlmişəm inşallah. Tovuz şəhid ailələrinin adından gəlmişəm bura. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Şəhidlik haqqında qısa bir-iki cümlə deyim, tamamlansın inşallah. Şəhidlik dərk olunmaz bir zirvədir. Şəhidlik, hətta deyərdim, istəməklə olmursan şəhid. Çünki hörmətli qazimiz də danışdı. Biz müharibəyə ilk yollananlardan idik. Biz də müharibəyə yola düşdük. Bayaqdan o dinlədiksə çox təsirlənmişik biz də. Allah şahiddir ki, şəhidlik üçün, şəhadət üçün çox çalışırdıq. Cavid müəllim bizlə bərabər, o da narahat idi. Tez-tez bizdən əlaqə saxlayırdı. Pünhan müəllim deyirdi ki, tez sizdən şəhidlik gözləyir. Yəni o əhval-ruhiyyə ilə getmişdik biz. Nə qədər istədik, amma yenə də şəhid ola bilmədik. Nə demək istəyirəm? Şəhidlik istəməklə də deyil. Şəhidlik ləyaqətdəndir, şərafətdəndir. Gərək ona ləyaqətin, şərafətin çatsın. Yəni çox istəyirdik şəhidliyi. Sonra mən gələndə dərk elədim ki, o istəməklə deyil, o ləyaqətləndir. Ona gərək ləyaqətin olsun ki, şəhid olasan. Yoxsa çox adam istəyirdi, amma bizə nəsib olmadı. Haqqınızı halal eləyin, vaxtınızı alın. Sağ olun. Layihədə Pünhan müəllimin çox əziyyəti var. Çıxış eləmək istəmədi. Sizləri hər zaman yanındayıq. İnşallah növbəti tədbirlərdə Allah izin verərsə, gələn ay layihəmizin inşallah belə deyək, ad günü olacaq. 4 illik olacaq. Həmçinin şəhidimiz Təbrizlə bağlı inşallah çəkib. Gələn ay Allah'ın izni. Allah köməyiniz olsun. Allah var eləsin sizləri. Bəli, keçən il